Bunların ruhu karşısında köye gündüz işlesek Allah gene aldı. Abdal Xeyriyyə və Yardım qrupunun təşəbbüsü ilə Abdal Şəhidlər Xiyabanı salınır. Yəni Müşfiq kardeşimize rahmet eylesin. Amin. Allah sen. Ora bizim rotamız olur. 708 nömrəli hərbi hissənin kəşfiyyat rotası. O da bizim komandaydı Müşfiq. Evet, deməli kardeşler, bugün Ağdam Birliği'nin 6 yaşı tamam olur. Bu münasibətle Ağdam Birliği olarak gelmişik Avdal kəndinə. Bugün Avdal kəndində Şəhidlər Xiyabanım deyir. Allah Cənnət məkan yurdumuzda gəzirik. Tanınmaz hala küçədə gene gözəlləşəcək. Qabaqki vaxtından da yaxşı olur inşallah. Allah 30 yıldan sonra bizim bu Allah gəni rəhmət etsin şəhidlərimizin sayesinde torpaqlarımıza yer durduq. Şehitlerimizin sayesinde, gazilerimizin sayesinde, devletimizin, ordumuzun ve devletimizin başçısının sayesinde. Ona göre de bugün Azerbaycan halkı var olsun, sağ olsun ki bu günü yaşayır. Gururla yaşayır. Allah dövlətimizi qorusun, millətimizi qorusun, əskərlərimizi Allah mətin eləsin. Həmişə başımız ucaq olsun, dik olsun. Eşk olsun Ağdam Birliği'ne, eşk olsun. var olasın. Elin dolu var. Hoş gelmişsiniz. Hoş geldiniz. Allah şəhidlərimizin hər birinə yəni rəhmət eləsin. Avdal cəmaəti də bugün buradadır. Şəhidlər Xiyabanında əziyyət çəkirlər. Əziyyət çəkmək də hər bir kəndçimizin də, yerlimizin də borcumuzdur. Avdal cəmaəti də çox əziyyət çəkib bu müharibədə. Yəni mən 8-9 il bu kənddə işləmişəm, bu cəmaətin çörəyini yemişəm. Allah ölənlərin hamısına rəhmət eləsin. Yerdə qalan bax bu cür oğlanlar var ki, gəlib bir gün
Bura ağac əkirlər, plakatları bastırıblar. Çox gözəl işlər gedir. Bugün Ağdam Birliyində 6 yaşıdır. Bu münasibətlə də Ağdamlılar da buradadır. Hər birisini salamlayıram. Allah canları sağ eləsin. Allah elimizə, obamıza həmişə gözəl günlər qismət eləsin. İnşallah. Çox sağ olun. Ama her neyi Ha yok şu üstüne da çıkıyor. Yok. Kılaf buradayım. Şehriyiz. Ölenlerimizin eysan olsun. Şehitlerimizin eysan olsun. Ana bak. Rahmet yakın her ay yayda getirdi bizi bak gezmeye. Hepsine kısara sallar bir. Manzaraya bak. Güzelliğe bak. Oğlumuza qüvvədə Ağsaqqal. Sağ ol, Allah köməyini. Allah rəhmət eləsin şəhidlərimizə. Bunların ruhu qarşısındakı gün işləsək, Allah yenə alır. Müharibə 88-ci ildən Qarabağda başladı, hamıya məlumdur. Bütün cəmaət əziyyət çəkdi, hamı əziyyət çəkdi. Amma şəhidlərimiz həm əziyyət çəkdi, həm qanların, canların qurban verir. Ona görə də boşlayıq bunları. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada bu kəndə qaytaran şəhidlərimizdir. Ağdamın, Qarabağın hər yeri gözəldir. Hər yeri bizim üçün əzizdir, müqəddəsdir. Abdal kəndi də Ağdamın, Qarabağın ən gözəl yerlərindən biridir. Bu yuxarıki kəhərzin ətrafı da Abdalın ən gözəl yerlərindən biridir. Burada da kəndimizin sakinlərinin yaratdığı Abdal Xeyriyyə və Yardım Qrupunun təşəbbüsü ilə Abdal Şəhidlər Xiyabanı salınır. Yəni bu Abdal sözü o deməkdir ki, yəni bu Abdal kəndində yerləşir. Şəhidlər parkı da o demək ki, burada tək Abdal Gülahlıdan, Ağdamdan, yox, bütün Azərbaycan şəhidlərinin simvolü xarakter edən bir park olacaq. Bütün Azərbaycan bütün bölgələrindən olan şəhidlərin portretləri bura quracaq inşallah. Biz istəyirik ki, yəni bu şəhidlər biz borçluyuq, nə bunlar haqqında nə etsək, bunların əvəzini qaytara bilmərik. İstəyirik ki, şəhidlər bura canlı insanlardan da əvvəl gəlsin və Şu kardeşimize rahmet eylesin. Amin. Allah sen. Ora bizim rotamız olur. 708 nömrəli hərbi hissənin kəşfiyyat rotası. O da bizim komandaydı Müşfiq. Kardeşimiz Şəhada Müşfiq'də şəhid oldu. Allah şəhidlərimizə rəhmət eylesin. Yerləri cənnət olsun. Baxırıq, ürəyimiz patlayır valla. O rota, bu gözəllik burada, bu sanatoriya. Köpol milləti, vəhşiymiş elə bir. Görün nə günlərə qoyurlar buralarda. Belə yeri bu günə qoymazlar. Nə bilim, Allah sizdən razı olsun. Allah lənət eləsin. Tüm tayfasına faydalı.
Kese bilmedim. Deməli qardaşlar, bugün Ağdam Birliği'nin 6 yaşı tamam olur. Bu münasibətlə Ağdam Birliği olarak gelmişik Avdal kəndinə. Bugün Avdal kəndində şəhidlər xiyabanındayıq. Allah şəhidlərimizin hamısına qəni-qəni rəhmət eləsin. Şəhidlər bizim başımızın tacıdır. Bugün o şəhidlərin hesabına biz gəlib burada cəmləşmişik. Burada ürəkli hərlənə bilirik. Ağdamlılar da hamısı. Allah canını sağ eləsin. Biri Bakıdan gəlir, biri Ağzəbəddən, biri Mingəçelikdən cəm olmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, yurdumuza həmişə gözəl günlər qismət olsun. Buyur Şahbaz mənim, bir iki söz desən deyim. Lazım olan sözler değildi. Bəli. 30 ildən sonra bizim bu Allah qəni-qəni rəhmət etsin şəhidlərimizin sayəsində torpaqlarımıza yer durduq. Onların sayəsində gəlib ziyarətlərimizi edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanlar hamısı cənnət olsun. Amin, amin. Allah rəhmət eləsin. Mən də rəhmətliyin mavini olmuşam. Bütün müharibəni bir yerdə keçmişik. Heyf, belə oğlanlara heyf. Həqiqətən də Allah verdi. Ağdamın dirəyi idi. Allah qəni-qəni rəhmət eləsin. Dirəyi idi, bəli. Əgər sağ olsaydı, bəlkə də Ağdam getməzdi. Bəli, yoldaşlarımız olub, gözəl insan olub. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə. Allah ailələrinə səbir versin, bizlərə səbir versin. Sağ ol, Əkər. Sağ olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hər birlərinin ruhları şad olsun. Hər birinin ruhları qarşısında baş əyir. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nə qədər Azərbaycanın şəhidləri var, gözəl oğlanları, qızları var. Allah Teala hamısına rəhmət eləsin. Onların sayəsində bugünkü gündə gəlib bu cənnət məkan yurdumuzda gəzirik. Tanınmaz hala düşsə də yenə gözəlləşəcək. Qabaqki vaxtından da yaxşı olur inşallah. Allah deyir. Bütün Azərbaycan xalqının, bütün Azərbaycanlıların, eyni zamanda Ağdamlıların böyük arzuları olubdur ki, həmişə gələk bu işğaldan azad olunmuş torpaqlarımızı ziyarət eləyək. Çox şükürlər olsun ki, bu arzularımız həyata keçdi. Şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, devlətimizin, ordumuzun və devlətimizin başçısının sayəsində bu arzulara qovuşduq. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Amin. Qazilərimizə də can sağlığı versin. Bugün çox gözəl gündür. Bugünün qədrin, qiymətini bilmək hamımız üçün vacibdir. Çünki bugünə ağır yol keçib gəlmişik. 30 ildən artıq yol geçmişik. Mən birinci müharibədən sonra istər-istəməz heç kimin gözünə dik baxa bilmirdim ki, torpaqlarımız düşmən tapdağındadır. Amma indi hər bir yerdə, dünyanın hər bir nöqtəsində harda olur olsun, şərəflə başımızı dik tuta bilirik. Bu da Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, onların xüsusi yeri var. Ancaq xalqın iradəsi idi bu. Xalqın bu birliyin nəticəsi idi. Ali Baş Komandan başda olmaqla bütün xalqımızın bu uğurudur. Buna görə də bugün Azərbaycan xalqı var olsun, sağ olsun ki, bu günü yaşayır. Qürurla yaşayır. Dünyaya göstərdi ki, həqiqətən biz vətənpərvər xalqıq, millətik. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. İnşallah. İndən sonra elimizdə, ovamızda belə qanlı qalalı günlər göstərmiş. Qardaş, bu günlərim həqiqətən də çox qürur verici bir gündür ki, bu günlərim işğaldan azad olmuş cənnət vətənimizi gəlmişik ziyarətə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlığı versin. Allah dövlətimizi qorusun, millətimizi qorusun. Əskərlərimizə Allah mətin eləsin. Həmişə başımız uca olsun, dik olsun. İnşallah ki, bu qələbəmiz daimi olsun, əbədi olsun. Allah Türk dünyasını qorusun, Allah Azərbaycan xalqını qorusun. Bugünkü günümüz mübarək olsun. Amin.